Bu da bizim pasxalni kulüçimiz. Düzdür, Pasxa bayramı artıq geridə qalıb, amma bir neçə gün ərzində gedib istifadə eləyə bilərsiniz. Saçda da həmişə olur, bilirsiniz. Necə ki, bizdə şəkərbura paxlavanı sifariş verənlər var, amma hər evdə hamı özü bişirməlidir. O da onların adətidir. Bizdə olduğu kimi. İndi qalan hissələrini də pasırkalar tökəcəyik üstünə, bəzəyəcəyik. Salfetka ver mənə bir dənə. Gətirəcək, indi bəzəyəcəyik. Darıxmayın. Bu gətirsin. Sadəcə yığın qalanlı hissəsini də buluda yığın ki, rahat olsun sizə uşaqlar. Hı?